qanun deyir ki, əllər sükan üzərində 3-9 qamat olmalıdır. Məsələn, sağda bax, 3-9, düzdürmü? 3-9. Əlimizin bu hissəsini qoyuruq bura. Mən birincisindən siz izah eləmişim ki, belə niyə tutmaq olmaz, niyə belə olmaz, niyə belə olmaz. Bunları izah eləmişim. Əl bu şəkildə tutulmalıdır. Dövrlərində bu şəkildə, bax, bu şəkildə. Əl işini bitirdik, gəldi, həmin yerə qoyduq. Da belə döndərmirik, oldu mu? Deməli, dönərkən əlimiz 3-9 qamat olmalıdır və 2 əllə işləməliyik. Təhlükəsizlik əsaslarında belə buyurur. Amma insanlıqda bəzən elə ola bilər ki, sağ əlimizdə dönə bilər, bəzən sol əlimizdə dönə bilər. Bu zaman tək əllə sürmək məcburiyyətinə qalarıq. Biz belə tut sürəndə, baba, döndərmək istəyəm, döndərəmmək. Görürsən, abba, çətindir. Misal üçün, ya belə tut döndərəndə döndərmək olmur, o bir sənə ehtiyac olur. Amma təkəndən düzgün sürməyin qaydasını əlimizin içərisində fırlayaraq olur, tutmuruq olur. Məsəl üçün, sağa döndərmək istəyirəm. Sən buradan da tutub döndərə bilərsən, buradan da tutub döndərə bilərsən, buradan da tutub döndərə bilərsən, buradan da bax. 3, 9, 12, 6. İstənilən istiqamətə əlimizi qoya bilərik. Amma müəyyən taktikalar var. Sağa döndərmək istəyirsə, bax, əks tərəfindən, sol tərəfindən tut. Sola döndərmək istəyirsə, əks tərəfindən tut. Məsələn, əlimizin içərisində, bax, bu nahiyəmizi qoyuruq. Məsələn, sola döndərmək istəyirəm, bir dövə sola döndərəcəm. Bax, bir də çiynin gücü verir, bax, çiynimi qabayılıram. Tam qol gücü eləsən, çətin olur. Bax, əlimizin içərisində fırladıq. Məsələn, sağa fırlaması. Məsəl üçün. Bu şəkildə. Başlayın. Da tutmursan, tutsan bu 52 qalacaqdır. Əlimizin içərisində fırladıq. Biraz da çiyin gücü verdik. Hətta qalar. İndi məsəl üçün, indi sol əlimə. Mən gördüm, bu istiqamətə qoydum əlimə. Bu şəkildə. Çətin deyil ki, əslində çətin deyil ha. Prosta taktikasını bilmək lazımdır. Yəni, tələsəndə də əlimizdən sürücü çıxa bilər. Çox tələsmək lazım deyil, amma döngülərdə təbii ki, dönəcəm. Məsəl üçün, dar döngüdə keçmişik, təhlükəli döngü keçmişik sizdən düzdür. Dar döngülər demişik ki, axıra kimi döndərmək lazımdır suşan. Sən geciksən, əks orta qalacaqsan. Ona da cəlb etmək lazımdır. Amma dediyim kimi, əlimizin içərisində. Oldu. Şimdi sən burada eləşəcəksən, bunu məşq edəcəyik.